İstədiyiniz hər şeyi yeyib amma arıqlamağın bir yolu var. Gəlin sizə bu haqda danışım. Əgər ekranda gördüyünüz tip boşqaba hücum etməmişdən əvvəl bu hərəkəti eləsəz, inanın mənə, bu boşqab sizdə yağ olmaq əvəzinə enerji kimi istifadə olunacaq. Bunu sizə sadəcə vizual olaraq göstərmək istəyirəm. Buyurun. Bu gördüyünüz tərəvəzlər, yəni liflər hər şeyin açar nöqtəsidir. Yeməkdən sadəcə 5 dəqiqə əvvəl tərəvəz salatı və yaxud da ki, bol yaşıllıq yesəz, mədənizdə sanki bir tor yaranacaqdır. Yəni mədənizi həmin yediyiniz yaşıllıqlar tutacaqdır. Həm müəyyən bir yer tutmuş olacaq, həm də yediyiniz yeməyin şəkərinin qanınıza keçmə müddətini ləngidəcəkdir. Və nəticədə sürətli insulin artışı yaşamayacaqsınız. Həmin enerji qanınıza yavaş-yavaş keçəcək və gün ərzində onu istifadə etmək üçün bədənin çox vaxt olacaqdır. Yediyiniz məhsulların sırasını dəyişin. İlk növbədə çeynədiyiniz lif olmalıdır. Bunlar tərəvəzlər və daha sərt qidalardır. Əgər bura qədər gəldinizsə sizə bir sürprizim var. Bu videonu paylaşan, like eləyən və məni izləyən izləyicilərimə 3 günlük qidalama proqramı hədiyyə eləyəcəm. Bunun üçün sadəcə qeyd etdiyim şərtlərə əməl edərək mənə şəxsi mesaj bölməsində plan sözünü yaza bilərsiniz. Hər birinizə bu yolda uğurlar arzu edirəm. Yeni videolarda görüşərik.